Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirək. A variantı, müəllim dərsin əvvəlində problemli sual təqdim edir. Bəli, edib uşaqları cəlb edə bilər, doğru yanaşmadır. Bir neçə şagirdin fikrini dinləyir, bəli. Və həmin fikirlərin bəzilərini dərsin gedişatına yenidən müzakirəyə çıxarır. Bəli, biz o fikirlərin hamısını müzakirəyə çıxartmaq praktik olaraq, fiziki olaraq mümkün deyil. Bəzilərini müzakirəyə çıxardırıq. Burada bir sıxıntı yox. Bizə yanlış lazımdır. B. Müəllim dərsin sonunda şagirdlərdən öyrəndiklərini və çətinliklərini yazmağa, yəni refleksiya etməyə xahiş edir. Lakin yalnız bir neçə nümunəni siniflə paylaşaraq dərsi yekunlaşdırır. Bəli, bu da doğru fikirdir. Baxmayaraq ki, yalnız sözü var və s. Bu sözlərdə diqqətli olmaq lazımdır. Yalnız sözü, ancaq sözü olanda səhvdir gedib götürməməliyik, diqqətli olmaq lazımdır. Biz hamını refleksiya edib, nə öyrəndik, harada çətinliyimiz var, hamının fikrini ala bilmərik. Bir neçəsinin fikrini alırıq və elə dərsi yekunlaşdırırıq. Bu da doğrudur. C-də müəllim sual-cavab zamanı şagirdlərin cavablarını genişləndirməyə çalışır. Bəli, daha da o dərinləşdirməyə çalışır ki, niyə belə düşünür və s. Lakin cavablar çox uzandıqda istiqaməti özü daraldaraq konkret nəticəyə gəlir. Görür ki, cavablar çox uzanır, çox artıq belə gedir, toparlamaq çətin olacaq. Həmən onu toparlayıb daha da konkretləşdirir. D variantı, müəllim müzakirə zamanı fərqli fikirləri qəbul edir. Bu da yaxşı bir yanaşmadır. Lakin vaxt məhdudiyyətinə görə yekun nəticəni özü formalaşdırıb təqdim edir. Bu ola bilər. Nə vaxt ola bilər? Vaxt məhdudiyyətliyi varsa. Əgər sinifdə dərsin gedişatında dərs sona yaxınlaşırsa və uşaqlar bu müzakirə olunan məsələləri uşaqların ümumiləşdirməsinə vaxt çatmayacaqsa, müəllim bunu ümumiləşdirə bilər, əgər vaxt məhdudiyyətliyi varsa. Normada vaxt məhdudiyyətliyi yoxdursa, müəllim ümumiləşdirmir, uşaqların o öyrəndiklərini ümumiləşdirməsinə çalışması lazımdır, amma vaxt dərs yekunlaşırsa, bunu özü edə bilər. Amma dərsi elə də qurması lazımdır ki, vaxtı idarə edib uşaqların özünü ümumiləşdirməsinə bir imkan olsun, vaxt olsun. Y variantı, müəllim dərs zamanı şagirdləri cütlərlə işləməyə cəlb edir. Yaxşıdır. Lakin bir neçə fəaliyyət etməli olduğundan nəticələri ümumiləşdirmədən növbəti mərhələyə keçir. Bu yanlışdır. Biz deyirik ki, biz bir neçə fəaliyyət eləməliyik. Yəni, edəcəyimiz iş çox, cütlərlə iş vermişik. Sonra deyirik ki, edəcəyimiz iş çoxdur deyə 10 da eləməliyəm və biz o cütlərlə işin nəticəsini ümumiləşdirmirik və keçirik növbəti mərhələyə, növbəti addıma. Bu yanlışdır. Niyə? Çünki bizim vaxtımız var. Vaxt problemimiz yoxdur. Sadəcə edəcəyimiz fəaliyyət, biz çox fəaliyyət eləməyə məcburiyyətimiz yoxdur. Çox fəaliyyət planlaşdırmışıq, az eləyirik, amma daha effektiv, daha dərin eləyirik. Ona görə bir neçə fəaliyyət etməli olduğundan bu cür yanaşması ki, biz cütlərlə işi, verdiyimiz işi ümumiləşdirməyəcəksə, o uşaqlar müzakirələrini ümumiləşdirib bir nəticəyə gəlməyəcəklərsə, o zaman çox fəaliyyət edeyim. Çox fəaliyyət eləmək, üzdən tez bazar çox fəaliyyət eləmək effektiv deyil. Ona görə cavab Y variantıdır.